Şərif müəllimin məktubuna cavab. O yazdığın məktub göynətdi məni. Sənin məndən ötürü narahatlığın lap əməlli başlı kövrəltdi məni. Haçandı mən belə dolmamışdım heç, bu qədər duyğulu olmamışdım heç. Atanın balaya məktubuydu o. Səni ata bildim Şərif müəllim. Yazıb soruşursan, yazmırsan niyə? Məni qınıyırsan yazmıram deyə, bir belə ağrının, dərdin içində oturub bir yazmaq olurmu yazım? Elə vurnuxuram bu ruzi fikri, bir imkan verirmi, qoyurmu yazım? Elə qarışıb ki, yalan doğruya, elə qarışıb ki, doğru oğruya, yalanı doğrudan ayırmaq olmur, oğrunu doğrudan ayırmaq olmur. Bir belə həngamə, belə zığıltı yazıya gələrmi Şərif müəllim? Alın yazımızı elə yazıblar, pozuya gələrmi Şərif müəllim? Xocalı inləyir mənim içimdə, itib, yox olubdur ölçüb içi də, gedən torpaqların dərdi sinəmdə, şəhid qardaşlarım dərddir sinəmdə, belə müsibətdə, belə sitəmdə, qələm sözə baxmır Şərif müəllim, özümüz əymişik tərəzimizi, odur ki Allah da unudub bizi, çönüb bizə baxmır Şərif müəllim. Bu qədər nadürüst, bu qədər əyri, yazmaqla, deməklə, yontalamaqla, lap belə dibindən baltalamaqla, onsuz da çevrilib düzələn deyil. Bu qatar bir kərə elə pozulub, indi də nizama gəlmir nədirsə, o boyda Sabirin, Mirzə Cəlilin yazdıqları ilə düzəlmədisə, mənim yazmağımla düzələcəkmi? Mənim yazmağımla düzələcəkmi? Bu gördüklərimi yuxu bilirəm. Çalışıb yaxşıya yozuram elə, mənim yazmağımla düzələcəkmi? Rüşvət tuğyan edir, dönüb bazara. Bütöv bir məmləkət dönüb bazara, bilmirsən baş alıb gedəsən hara, gedən kim, qalan kim Şərif müəllim, satan kim, alan kim Şərif müəllim. Yaxşı ki siz varsınız, o kəndimiz var, imkanım olanda gəlib dəyirəm, naxıra, nobata, ota gedirəm, yaylağa çıxıram, dağa çıxıram. Burada bu niyyəti bədlərdən ötürü, keçilməz, aşılmaz hədlərdən ötürü biraz güc yığıram, qüvvə yığıram, biraz saflaşıram, təmizlənirəm. Mən axı gözəllik, düzlük acıyam, təmizlik acıyam Şərif müəllim. Yazmağımla dünya qurulan deyil, bu bulanmış sular durulan deyil, təkiz sağ olun, salamat olun. Mənim də nə qədər canımda can var, sizə duacıyam Şərif müəllim.